Salam dəyərli uşaqlar. Bu günləri 6-cı sinif şagirdi Ayşə ilə məntiqdən şifrələrdə maraqlı bir suala baxacağıq. Sual belədir. Təyyarə sözü 207-130-u göstərir. Səmaya sözünün kodunu istəyir. Buyurun Ayşə, izah edin suala. Təyyarənin üzərindəki rəqəmləri yazmaqla başlayıram. Bəli. 2, 0, 7, 7, 1, 130. İndi isə S hərfi olmadığı üçün çıx işarəsi qoyacağıq. Bəli. Sonra Ə hərfi 0 rəqəmi olduğu üçün bura 0 yazırıq. İndi isə M hərfi də olmadığı üçün çıx qoyuruq. A-da isə 1 olduğu üçün 1 qoyuruq. Y-da isə 7, Ə-də isə 0. Bəli. 0 yazırıq. Aha, sonra dediyini yazıyıq. B ilə D-nin arasında qalacağıq. Hər ikisi 170 ilə qurtarır. Bəli, bəli, tamamilə düzdür. Burada B-də 9 ilə 9 qoşu olduğu üçün, səmaya sözündə də qoşa hərf olmadığı üçün biz doğru variantımız dedi. Afərin, tamamilə doğrudur, əhsən. Növbəti sualı isə 6-cı sinif şagirdi Sümeyya ilə baxacağıq məntiqdən. Məmməd sözü 727-725 verir. Bizdən Əhməd sözünün kodunu istəyir. Buyurun, izah edin. İlk olaraq buradakı rəqəmləri Məmməd sözünün üstünə yazırıq. 7, 2, 7, 7, 2, 5. Sonra isə Əhməd sözünə də o hərflərlə gedirik. Ə2-dir, H yoxdur deyə defisdir. Aha, boş qoyuruq. Sonra M7-dir, Bəli. Ə2-dir, Aha. D isə 5-dir. Bəli. Sonra isə baxırıq ki, A-ya. A olmur, çünki 2 ilə başlayır. Burada isə 7 ilə başlayır. B-də C-yə baxırıq. 2 ilə başlayır, amma sonra burada 5 olduğu üçün bura başqa rəqəm olmalıdır. C də olmur. D-də isə 2 ilə başlayır, sonra yenə 5 verir. Bu da olmur. Həm sonunu 5 ilə tutarmalıdır. 725-dən. E-də isə tamamilə səhvdir. Bəli. 725 ilə tutarmalıdır. 765 ilə tutar. Cavab B variantı. Ay sağ ol, tamamilə doğrudur. Deməli, doğru cavab. Yəni, orada elə bir rəqəm yazmalıyıq ki, Məmməd sözündə olmayan bir kod olsun. 3 yaza bilərik. Çox sağ olun, izah üçün. Növbəti sualı 5-ci sinif şagirdim Aylindən baxırıq. Qonaq sözü 63916, qarmon sözünü soruşur. İndi Aylin, Q-nın kodu neçədir? Q-nın kodu 6. Yazırıq 6. Aha. A-nın kodu bəs? 1. Bəli. R-nın Yoxdur. boş qoyuruq, xətt qoyuruq. M. M da yoxdur. Bəli, boş qoyuruq. O O var. neçədir? Qonaqda 3. Ay sağ ol. N bəs? Qonaqdan 9. Deməli, Aylin, axırı 39 ilə qutaran neçə variant var burada? Axırı 39 ilə qutaran neçə variant var? 9. Ya, 2 dənə. Aysu, qalan variantları çıxın. A ilə Y qalır. Nə? Yəni, B, C, D-nin üstündən xətt çəkin. O variantlar ola bilməz. Bəli. İndi Aylin, bax, A variantında səhvlik haradadır deyə bilərsiniz. Amma yazında səhvlik. 7 dənə 3 verib orada. Bizdə qoşa, bizdə bəli, qoşa yoxdur. Ona görə doğru cavab, Ona görə bu D, E variantı. bəli, qarmon cavabı Y variantı olacaq. 0-dan 2. Baxın uşaqlar, burada 0-dan 2, yəni olmayan rəqəm verilibdir. Sağ olun, növbəti suallara keçək. Növbəti sualı 6-cı sinif şagirdim Abdullahla baxırıq. Sual belədir. Zəlzələ sözü 301, 30, 10-u göstərir. Mənzərə sözünü soruşur. Buyurun Abdullah, izah edin. Köməli üçün 3-ü buradan Aha. yazdık ki, kodu tapmaq. Z3-ü göstərir. 0, 1, 3, 0, yenə 3, 1. 3, sonra 0, 1, 3, 0, 1, aha, sonra ay sağ ol. İndi biz tapırıq. Əgər şey yoxdursa, Kod. hərfi yoxdursa, kodu yoxdursa, ora nə qoyuruq? Xətt. Bəli, M yoxdur, xətt qoyuruq. Ə bəs. Ədə varsa 0 qoyuruq. Bəli. N var yoxsa yoxdur? N yoxdur. Ona görə boş qoyuruq. Z Z, bəli, var. 3 yazırıq ora, üstünə 3 yazmışıq. Ə Ə yenə var. 0-dır. R L yoxdur. Ona boş görə- qoyuruq. Ə Sonra yenə Əd 0-da ədə var deyə ədə qoyuruq. Ə deməli neçəni göstərir? Ə burada 0-ı göstərir. Bura 0 yazacaqsınız hə. Deməli bura 0 yazacaqsınız.
İndi Cavabdır ki, Abdullah, indi gəl baxaq. Məsələn, tələsmə A variantında səhvlik hardadır? Burada mənzərə sözünün qoşası var. xeyr. Ona görə 404-dən başlaya bilməz. A variantını silirik. İndi B variantına baxırıq. B variantında deməli burada görürsünüzmü? 30 var, amma orada 30 rəqəmi yoxdur. Ona görə çıxırıq. Eyni 30 hansı variantda yoxdur başqa? Burada 30 olmalıdır da. Hansı variantda yoxdur? C variantında. Onda çıxırıq. Bəli. İndi yerdə qalır D ilə Y arasında. İndi burada məsələn bizdə 3 dənə 0 var, burada da var. Məsələn, burada D ilə Y variantının baxaq görək fərqi hardadır. M-nı 9, 8 uyğun ola bilər. Ondan sonra demək, bax buradakı rəqəm 1 ola bilər yoxsa yox? 1 nəyin kodudur orada? Ora baxın. 1 nə hansı hərfin kodudur? L-nın. Bax görsən L-nın üstünə 1 yazmışıq. Deməli ona görə burada 1 ola bilməz. Y variantında çıxırıq. Doğru cavab hansı qalır? Bəli, D variant doğrudur. Baxın uşaqlar, burada bir rəqəmi L-nı göstərir. Bizdə L hərfi olmadığı üçün mənzərədə bir rəqəmi ola bilməz. Sağ olun, növbəti izahlarda görüşərik. Təşəkkürlər, sağ olun.